Salam mənim əzizlərim. Bugün 14 dekabrın astroloji enerjisinə baxırıq. Gün oxatan enerjisi daşıyır. Kollektiv olaraq bizi daha böyük düşünməyə, qərar verməyə, irəli addım atmağa çağırır. Bugün harda ilişib qaldım sualı çoxumuz üçün ön plana çıxa bilər. Gəlin hər bürcə bu fikrin, bu enerjinin necə təsir edəcəyindən baxaq, görək. Qoç bürcü enerjini yüksəkdir. Seçim etmək, hamısını sənin etməyinə ehtiyac yoxdur. Buğa bürcü plan qur, tələsmə. Bugün sabit qalmaq, sadəcə dincəlmək lazımdır. Əkizlər, sözlərin güclüdür. Amma bu o demək deyil ki, sən hər şeyi deyə bilərsən. Hər şeyi deməyə məcburiyyətində deyilsən. Xərçəng, emosional reaksiyadan qaç, müşahidə et, yəni hadisələrə ani reaksiya vermə. Şir, diqqət mərkəzindəsən, bugün güclü günündür, amma biraz egonu yoxla, yəni egodan kənar olsun hər şey. Qız, detalların içində batırsan. Yəni məsləhət odur ki, hər şey mükəmməl olmalı deyil bugün. Bugün biraz boş buraxmağı bacar. Tərəzi. Tərəzi qərarsızlıq bitməlidir. Bax, bugün seçim etməlisən. Nəyi seçəcəyini qərar verməlisən. Əqrəb. Daxili güc artır. Bugün güclü günündəsən. Amma manipulyasiya etməkdən uzaqdır. Yəni, insanları manipulyasiya etmə. Ox atan bürcü. Gün sənin günündür. İstiqamətləri özün seçirsən. Yəni, bu gün sənin günündür. Oğlaq. Hadisələrə real yanaş. Yəni, hər hansısa bir hadisəyə don geyindirmək və yaxud da fərqli bir ad qoymaq lazım deyil. Reallıq nədir, ona yanaşsan, bu sənin işinə yarayacaq. Yəni, gününü uğurlu etmiş olarsan. Dolça. Fikirlərin fərqlidir. Paylaş. Amma bugün qarşı tərəfi də dinlə. Yəni ki, o mütləqdir. Balıqlar. İntuisiyan güclüdür. Amma söz-söhbətdən, münaqişədən uzaqdır. Yəni, kimsə bir şey dedisə, mütləq ona həmən cavab verməli və yaxud da reaksiya verməli deyilsən. Çünki bu problem yarada bilər. Bu qədər. Hər kəsə xoş həftə sonu diləyirəm.